Salam uşaqlar, hər vaxtınız xeyir. Sizə atdığım sualların həllərinə baxaq. Ümid edirəm ki, yazmısınız siz. Başladıq 63-dən. 8 üstü n-dir. Neçə dənə? 25 dənə. İndi yazaram. 25 dənə 8 üstü n. Düzdür? Qısa formadır. Aşağıda onda nə yazaram? 20 dənə 2 üstü 3-ün. Düzdürmü? Bəli. İndi bərabərdir 25 vurulsun. Siz bunu görəndə başa düşməlisiniz ki, 8 var, burada 2 var. Biz də bilirik ki, 8 2 üstü 3'dür. Gətirib burada 8-in yerinə yazaram 2 üstü 3. Üstündə də nə var? N var. Aşağıda yenə 20 vurulsun 2 üstü 3'in. Bunu yazdım. Bərabərdir. 25 vurulsun. Bu qüvvətin qüvvəti. Yəni 3 üstü n yazaram. Elə 2 üstü 3'in yazaram da vururuq. Qüvvəti qüvvətə vururuq. Aşağıda da 20 vurulsun 2 üstü 3'in. Bunlar getdi. Eyni ədədlərdə, yəni burada 2 üstü 3'in olmağı siz çaşdırmasın. Məsələn, təsəvvür edin, yuxarıda 5'dir, aşağıda 5'dir. Nə olur? İxtisar gedir. Qalır 20'də 25. Bunlar da 5'ə ixtisar gedir. 5, 4. 4'də 5. Var cavab. Bəli, var. Bunu da çevirəm təbii ki, qarışıqdır da 1,4'də 1. Y variantı. Başa düşdük yəqin. Keçdik 64'ə. Yəni sadələşdirindi. Baxıram ki, aşağıda 27, yuxarıda 27, aşağıda 81. Mən bunları eyni qüvvətə gətirməliyəm. Bunun üçün bilməlisiniz ki, 24 3 üstü 3'dür. Bunlar misal yazdıqca yadda qalır. 81 də 3 üstü 4'dür. Şimdi gətirib misalda yerinə qoyuram. 27'nin yerinə yazıram 3 üstü 3. Üstündəkinin olduğu kimi yazıram. 4'ün üstə gəl 2. Aşağıda da 3 üstü 4. 3n plus 1 olduğu kimi yazdım. Dedik ki, qüvvəti qüvvətə yüksəldəndə nə olur? Onları vurmalıyıq. Yəni 3 üstü 3 qalır. Bu 3'ü 4n plus 2'yə neynəməliyəm? Vurmalıyım. Açıq yazıram ki, yaxşı başa düşəsiniz. Çünki kitabda belə tapşırıqlar çox az idi sizin kitabınızda. Belə öyrənməlisiniz. Çarə yoxdur. Burada da nə edəcəm? 4'ü 3n plus 1'ə vuracam. Bərabərdir. 3 üstü vuranda 3'ü 4'ə vururam. Eləyir 12n. Üstə gəl 3'ü 2'yə vururam 6. Aşağıda da 3 üstü 4'ü 3'ə vururam yenə 12n. Üstə gəl 4'ü 1'ə vururam nə? 4. Bu da uşaqlar nə etməkdir? Kəsir xətti demişdik hansı əməldir? Bölmədə. Yəni 3 üstü 12n plus 6'nı bölürəm 3 üstü 12n plus 4'ə. Yəni belə yazmağa ehtiyac yox. Siz başa düşün deyə yazıram. Və əsasları, yəni buralar, aşağılar eyni olan qüvvət üstlərini böləndə əsas olduğu kimi qalır. Üstlərini isə nə edirik? Çıxırıq. Yəni 12n plus 6'dan 12n plus 4'ü nə etməliyəm? Çıxmalıyım. Bu da bərabərdir 3 üstü 2. Yəni 12n plus 6'dan 12n plus 4'ü çıxanda 2 qalacaq. 12'də n'lər gedəcək. Mötərizəni açanda bu olacaq minus 4. Altdan 4 çıxanda 2. Bu da bərabər 9'a. B variantı. Yəni bunlar rahat görünən, amma qarışıq şeylərdir. Yəni siz çaşa bilərsiniz. Dediyim kimi kitablarınızda belə tapşırıqlar çox az idi. 65 yenə eyni qayda. Bilməliyik ki 25 5 üstü 2'dir. Bilməliyik ki 125 5 üstü 3'dür. Gətirib misalda yerinə qoyuruq. 25'in yerinə yazıram 5 üstü 2 üstü 6n plus 3. Aşağıda da 5 üstü 3 üstü 4n plus 1'də olduğu kimi yazdım. Nə alınacaq burada? Bir də ayrı rəngdə yazdım ki qarışdırmayaq. Promoy yazıram indi. Dedik ki üstlərini vurmalıyam da. Bunu buna, bir də bunu buna. Alınır 12n plus 6. Aşağıda da 5 üstü bunu buna, bir də bunu buna. 12n plus 3. Dedik ki nə edəcəm? İxtisar eləyəcəm də, yəni böləcəm. Bunu buna böləcəm. Eynidir. 5'də 5'dir. 5 qalır, üstlərini çıxırıq. 12 ilə 12 çıxanda getdi. Altdan da 3 çıxanda 3. Alındı 5 üstü 3. Bu da eləyir neçə? 125. Yəni Y variantı. Başa düşdük.
Keçdik 66-ya. Hansı münasibət doğrudur? Bunlar hamısı 9-cu sinifdə buraxılışda düşə biləcək misallardır, yəni. Buraxılış tipli suallardır. 5 vurulsun 7 üstü 30. B bərabərdir 3 vurulsun 49 üstü 15. Mən bunları müqayisə etməliyim. Baxıram ki, burada 7 var, burada 49 var. Mən bilirəm ki, 49 7 üstü 2-dir. Bunu bilməlisiniz baxan kimi. Hə, belə bir şey eləməliyəm burada. Gətirib 49-un yerinə 7 üstü 2 yazaram. A dursun yerində. B-yə yazıram bunun yerinə. B bərabərdir 3 vurulsun. 49-un yerinə yazıram 7 üstü 2 üstü 15. O da eləyir 3 vurulsun. 7 üstü dedik ki, bunu buna vururuq. Eləyir 30. A 5 vurulsun 7 üstü 30'dur. B 3 vurulsun 7 üstü 30'dur. İndi sizcə hansı böyük olar? 7 üstü 30'lar eyni donsuz. Bu 5 dənədir, bu 3 dənə. Təbii ki, A böyük olacaq. Deməli, A böyükdür B-dən. C variant. Altmış 7. Eyni qaydada. A bərabərdir 14 üstü 18. B bərabərdir 2 üstü 20 vurulsun 7 üstü 16. Müqayisə eləyin deyir. Baxıram ki, burada 14'dür, burada 2 ilə 7'dir. Deməli, 14'ün yerinə 2 vur 7 yazaram. Yazıram 2 vur 7 üstünə 18. Bunu da 2 üstü 18, 7 üstü 18 kimi yaza bilərəm. Elə deyil, bəli. B'miz nədir? 2 üstü 20, 7 üstü 16'dır. Mən bunu neyniyim? Eyni bir şeye gətirməliyəm, düz deyil. Burada 18'dir, burada 20'dir, burada 18'dir, burada 16'dır. Yəni yazım. A bərabərdir 2 üstü 18, bu qalsın belə, vurulsun 7 üstü 18. Burada B bərabərdir 7 üstü 18 yazmayayım, gəl 16 yazım. 7 üstü 16 vurulsun 7 üstü 2. 16 ilə 2 18 eləyir daha, parçaladım. B bərabərdir 2 üstü 18, 2 üstü 20'nin yerinə nə yazacağım? 2 üstü 2 yazacağım ki, toplayanda 20 eləsin. Vurulsun 7 üstü 16. Eynilərin üstündən xət çəkək, çünki bizə eynilər müqayisədə lazım deyil vuruqlarda. Yuxarıda qaldı 7 üstü 2, aşağıda qaldı 2 üstü 2. Hansı böyükdür? A böyükdür. Deməli, nə olacaq? A böyükdür, B'dən olacaq. Yəni, B variantı. Bunu müxtəlif cür yazmaq olar. Ona görə biraz fikirləşdim. Sizin üçün ən rahatını deməyə çalışdım. Yəni, müxtəlif cür parçalamaq olar, amma məncə sizin üçün ən rahat hələ ki budur. 68. A bərabərdir 63 üstü 11'dir, səhv eləmirəmsə. B bərabərdir 7 üstü 10 vurulsun 3 üstü 23. 63'ün yerinə yazacağım nə? 9 vurulsun 7 düzdür. Üstü 11. 9'un yerinə də burada görürəm ki, aşağıda 3'dür. Yazaram 3'ün kvadratı vurulsun 7 üstü 11. Parçaladıkça parçaladım ki, aşağıdaki kimi vuruqlar yaransın. İndi qısa formada yazım. A bərabərdir 3 üstü 22, 7 üstü 11. B bərabərdir 7 üstü 10, 3 üstü 23. Hə, indi baxaq görək. Yenə aşağıdan yuxarı eyniləşdirməyə çalışım. 3 üstü 22 qalsın. Balaca qalır. Aşağıda böyüyü parçalayacağım. Amma 7 üstü 11 böyüyüdür. Deməli yazacağım 7 üstü 10 vurulsun 7 üstü 1. Aşağıda da 7 üstü 10 qalır. 3 üstü 23'ün yerinə yazacağım. 3 üstü 22 vurulsun 3 üstü 1. Dedik ki, eyniləri müqayisədə silirəm ki, işim rahatlaşsın. Yuxarıda qaldı 7 üstü 1, aşağıda qaldı 3 üstü 1. Deməli 7 üstü 1 böyükdür. Yəni A B'dən böyükdür. O da eləyir A variantı. 69.
M üstə gəl eni bizə verib 8. Bunu soruşur. M üstü 2 vurulsun n üstü 2 minus m üstü 2, minus 2 n minus 2. Bu ifadənin qiymətini tapın deyir. Birinci növbədə biz bunu sadələşdirməliyik. Vurub açıq gəlin. Mn üstə gəl. Başqa rəngdə yazdım. Mn üstə gəl 2m. Üstə gəl 2n plus 4. Düzdür. Mötərizdə yazdım ki, iş başınız qarışmasın. Minus, əsas buna görə deyilir mötərizdə yazın. Çünki burada mənfi varsa, mütləq mötərizdə yazın ki, sonra əksini dəyişəcək hamısını. Mn minus 2m minus 2n plus 4. İndi mötərizəni açıram. Bu mötərizdə heç bir dəyişiklik olmur. Çünki mötərizənin qabağında mənfi yoxdur. Amma bu mötərizənin qabağında var mənfi. Ona görə hər şey əksinə çıxır. Plus 2m plus 2n minus 4. Mn mənfi mn getdi. Mənfi 4 müsbət 4 getdi. 2m-lə müsbət 2m-lə müsbət 2m edir 4m. 2n-lə müsbət 2n 4n. Buradan da 4'ü mötərizə xaricine çıxarsam alınır. M üstə gəlin. M üstə gəlində bizə nə verib? 8 şərtdə verib. Bunu yerinə gətirib yazıram 8. O da eləyir neçə? 32. Cavab E variantı. Yetmiş. Yenə eyni qayda. Vurub açırıq. Nə pis rəngdir bu. 70. XY üstə gəl 3x üstə gəl 3y üstə gəl 9 minus buranı mötərizə yazıram. XY minus 3x minus 3y plus 9. Mötərizəni açıram. Bu qalır eyni. Minus xy plus 3x plus 3y minus 9. Eyni məntiq yuxarıdakı ilə gedir ixtisarlar. Daha doğrusu islahlar. Mənfi, müsbət, mənfi, müsbət. Bu ilə bu eləyir 6x. O bizlər deyir 6y. 6'nı çıxarsam x plus y. X plus y də mənə verib 5. 6'nı da vuranda 5'ə eləyir 30. E variantı. 71. Əslində mən məsələn 69'un izahına qulaq asdınız, başa düşdünüz. Sonra 70'i özünüz yazsanız daha yaxşıdır. İzaha baxmamış. Öyrənmək istəyirsinizsə eləyin uşaqlar. Düz öyrənmək istəməyən bu video baxacağını düşünmürəm. 71. A'nın üstə gəl k kvadratını bizə 5 verib. Yenə eyni məntiq sadələşdirəcəm. A'nı vururam n'ə AN, üstə gəl A'nı vururam K'ya AK. Üstə gəl KN, üstə gəl K kvadrat. Plus burada J. Mötərizənin qabağındakı plusdur deyə mötərizəyə ehtiyac yoxdur J. Bir dəfəlik vurub aça bilərəm. AN minus AK minus KN plus K kvadrat. Bax, islahlar nə gedir? Mənfi AK, müsbət AK. Müsbət KN, mənfi KN. AN ilə AN eləyir 2AN. K kvadrat ilə K kvadrat eləyir 2K kvadratı. 2'ni də çıxarsam mötərizə xaricinə. Görürsünüz, təbii ki, bizə şərtdə verilən alınmalıdır. Buranı 5 verib. 2'ni də 5'ə vuranda eləyir 10. C variantı. 72'də eyni qaydada. AB minus AX minus XB plus X kvadrat. Yəni, müsbəti müsbətə vuranda müsbət, mənfini müsbətə vuranda mənfi, sonra mənfini müsbətə vuranda mənfi, mənfini də mənfiyə vuranda müsbət. İşarələri ona görə yazıram. Şimdi burada mötərizənin qarşısında yenə mənfi yoxdur deyə normal ikinci hissəsində yazıram. A-nı B-yə vururam AB, A-nı X-ə vururam AX, X-i B-yə vururam XB. Görürsünüz, heç mənfi yoxdur. Ona görə hamısı müsbət halındır. Plus X kvadrat. Mənfi AX, müsbət AX.
Mənfi xb müsbət xb getdi. 2ab üstə gəl 2x kvadratı. 2'ni də çıxardım yenə. 8 verib bizə buranı. 2'ni də 8'ə vururam. Eləyir 16. Yəni cavab A variantı. 73. Çox hadisin dərəcəsi neçədir? Biz demişdik ki, dərəcə nədir? Ən böyük. Bir içindən ən böyüyünü seçirəm, dərəcə olur. Bura baxıram ki, ən böyük 3'dür. Amma uşağa cavab 3 olmayacaq. Çünki bu standart şəkildə çox adlı deyil. Burada, baxın buraya yazıram. Minus 7x. Bura baxanda görünür ki, mənfi 3x kubu ilə müsbət 3x kubu gedir. Yəni, ən yüksək dərəcə 3 olmur. Çünki bunlar islah gedir. Ən yüksək dərəcə burada 2 olacaq. Çünki 2x kvadratından 8x kvadratını çıxan mənfi 6x kvadratı. 6x-dan 7x çıxanda qalır minus x. Sərbəst həddə nədir? Müsbət 5. Bu çox hədli qalır burada. Yəni, bunun da dərəcəsi olacaq neçə? Təbii ki, 2. Gördünüz, bunlar getdi. Bu getməsəydi, burada məsələn 3 yox da 5 olsaydı, onda ən böyük dərəcə 3 olardı. Cavab 3 götürərdik. Diqqətli olmaq lazımdır. Bunun cavabı yadır B. 74'də. Standart şəkildə yazın deyir. Baxıram, 7x kubu, başqa x kubu nə var? 4x kubu var. Özə minus, mənfi 4x kubu. Ona çıxıram, eləyir 3x kubu. Mənfi 3x kvadratı, minus x kvadratı. Həm ikisinin də işarəsinə baxmaq lazımdır önünə. Mənfi, mənfi, mənfi 3 ilə mənfi 1 nə necək? Mənfi 4x kvadrat. Bir dənə də x kvadrat var. Yoxdur, getdi. 2x müsbət, mənfi 2x. Bunlar getdi sıfıra. Bir dənə ortada qaldı, plus x. Sonra mənfi 7, müsbət 12. Eləyir neçə? Təbii ki, müsbət 5. Başqa heç nə qalmadı da. Bu da eləyəcək A variantı. Gördünüz, şifahi yazdım. Şifahi yazıram ki, biraz şifahiyə öyrəşəsiz. Bitdi. 75 görünmür. Görünür. A bərabərdir 2 verilib, B də bərabərdir mənfi 1. O ifadənin qiymətini tapın. Birinci sadələşdirək. 2'ni 3'ə vuranda 6A. 2'ni 2B'yə vuranda 4B. Mənfi 3'ü 5A'ya vuranda minus 15A. Mənfi 3'ü mənfi 3B'yə vuranda plus 9B. Bərabərdir. 6A'dan 15A çıxanda. Eləyir mənfi 9A. 4B ilə 9B eləyir 13B. A'nı yenə gətirib 2 qoyuram. Mənfi 9 vurulsun 2. Üstə gəl. 13 vurulsun mənfi 1. O da bərabərdir. Mənfi 18 üstə gəl. Mənfi 13. O da eləyir mənfi 31. Yəni C variantı. Başa düşdük yəqin ki. İndi keçik o birisinə. Niyə çevirmir bu? Çevirdi. Aşk gözlə bunu dayandırım.